Sualları alacağıq spikerlərimizə. Sualları almamışdan qabaq hədiyyələri bir dənə xatırladım. Deməli, Dore qrupdan hədiyyə çantası, Çaytek şirkətindən Powerbank, e-Bike 30 Plus 1 aylıq abunəlik və 189 taksi xidmətindən 30 azayinlik hədiyyələrimiz var. Məşhur aparıcı Tural Yusifoğlu'nun yaxşı bir sözü var. O axşam deyir ki, yol hərəkəti haqqında hardan istəsəz, ürəyiniz hardan istəyir sual verin, mən cavablandıracağam. İndi siz də satış haqqında ürəyiniz hardan istəyir sual verin, spikerlərimiz cavab verəcəklər. Bunun üçün sadəcə əllərinizi qaldırmağınız kifayətdir. Bizim dostlarımız sizə yaxınlaşacaqlar və mən birinci o xanımın əlini gördüm, ədalətlik prinsipinə görə o xanıma zəhmət olmasa söz verək. Sonra o arxadakı müəllimi görmüşəm. İnşallah ki, digərlərin haqqında girməmişəm. Buyurun, özünüzü təqdim edin. Salam, hər vaxtınız xeyir olsun. Parlamaq istəyən hər kəsin seçimi olan Diamond Center'ın nümayəndəsi Nərmin Nizam. Sualım əslində ümumi bütün spikerlər və mentoradır. Bütün spikerlərin fərqli mövzuları oldu. Skriptlər, hekayələr və nisbətən Rüfət bəy avtomatlaşdırmadan danışdı, CRM-dən danışdı. Günümüzdə süni intellektin inkişaf etdiyi bu dövrdə əmək bazarında müxtəlif dəyişikliklərin olduğu bir halda müştərilərin daha ayıq olduğunu nəzərə alaraqdan İnandırım sizi, müştərilərə zəng edən zaman, o skriptləri deyən zaman müştəri artıq bilir ki, nəyisə satmaq istəyirik və özlərini müdafiə alırlar. İstər-istəməz verdikləri cavabla həmin satış menecerinin sözünü, necə deyərlər, ağzında qoyurlar. Bəs biz necə edə bilərik ki, həm süni intellektdən istifadə edək, günümüzün reallığını vurğulayaq, müştəriləri daha cazib göstərək, həm də bu skriptləri, hekayələşməni, avtomatlaşdırmanı öz biznesimizdə göstərək. Çox üzr istəyirəm. Adınızı bir də deyəniz. Nərmin Nizam. Nərmin xanım, təşəkkür edirəm. İndi spikerlərimizdən kim istəsə cavab verəcək. Xahişim budur ki, konkret spikerə olsa sual sizin də vaxtınıza qənaət etmiş olarıq ki. Ümumi oldu məndə biraz. Tamam, təşəkkür. Kim cavab vermək istəyir? Buyurun Xəqani müəllim. Mənim cavabım qısa olacaq. Mənə görə canlı ünsiyyəti hələ bir yaxın 10 illikdə heç bir süni intellekt əvəz edə bilməyəcək, ən azından satış sferasında. Yəni, satış prosesində əsas məsələni çəksin, gətirsin canlı ünsiyyətə ki, orada daha effektiv olsun saydığımız məsələlərin həllini. Təbii ki. Tamam, Rüfət bəyin də fikrini alaq. Bir dənə də əlavəm olacaq. Əslində, innovasiyalar deyəndə biz pandemiya dövründə bunu yaşadıq, hər birimiz böyük ehtimal. Xəqani mənim dediyi kimi, üz-üzə görüşlər keçirmək şəraiti yox idi. Biz bəzən platformalardan istifadə edirdik, Zoom-dan, sonra Microsoft Team-dən və s. Və inandırıram sizi, yəni üz-üzə görüşüb, gözə baxıb, əl sıxıb satış etməyi heç nə əvəz etməyəcək. Yəni heç bir OpenAI heç nə əvəz etməyəcək. Hətta bugün həm Azərbaycan bazarında da var və beynəlxalq bazarlarda da var. Sırf Telekomdan danışıram. Flexi tarif deyilən bir şeylər var. Yəqin ki, hamınız eşitmişsiniz. Harasa gəlirsən və sənə təklif gəlir ki, nə bilim, bu qədər para ödə, bu qədər internet verək, bu qədər danışıq verək və s. Heç kimdən danışmamış özünüz bunu əldə edə bilirsiniz. İnandırıram sizə, həmin müştərilərin 99,9%-i yenə də zəng vurur, mütəxəssisdən məlumat alır və dəqiqləşdirir. Təşəkkür. Çox sağ olun Rüfət bəy. Buyurun Orxan bəy, siz də deyin. Mən belə başa düşdüm ki, hərəmiz öz tərəfimizdən bir şey əlavə edəcək. Mənim də bir əlavəm olacaq. Düzdür, dünya yenilənir, inteqrasiya, innovasiyalar baş verir. Bu o demək deyil ki, satış qədim qalır. Satış da onunla paralel inkişaf edir. Yəni, nəyə aiddir bu? Satış skriptlər də dəyişir, innovasiya uyğun olaraq, satış hekayələr də dəyişir, CRM də özündə dəyişilir, yəni inkişaf edir və s. Yəni, burada bir dənə bir problem var. Nə qədər inkişaf olduqca siz deyən variant. Bu günlərim artıq müştəri zəng edəndə əvvəl müştəri məlumatsız yaxınlaşırdı. İndi bütün informasiyası var, qiymət, bazar, rəqabət, məhsulun xüsusiyyətləri və s. Bu nə deməkdir? Bizim artıq satış əməkdaşları daha peşəkar olmalıdır indiki zəmanədə. Amma düşünməyin ki, qədimi alətlərlə biz bazara giririk. Hər alət, skript də, hekayə də, CRM də hər ildən ilə yenilənir. Təşəkkür. Nigar xanım, sonuncu da detalı deyim. Əslində, indi nə baş verib? Bəli, siz düz deyirsiniz, müştəri də inkişaf edir. Amma nə baş verib? Gəlin bir
15 il əvvələ baxaq, hər yerdə satış nümayəndəsi və satış təmsilçisi anlamı var idi. İndi gəlin bugünə qaydaq, artıq hər yerdə demək olar ki, satış ekspertləridir. Yəni, bu da böyük rol oynayır. Bəli. Satıcılar da dayanmır, yəni, məsələn. Əla. Bir də mən görürsünüz 3 dənə spikerə sual verəndə belə olur. Yəni geniş cavab geniş o. Ona görə konkret versəz ki, Rüfət müəllimə, Xəqani müəllimə, o Sorxan müəllimə cavab. Buyurun müəllim, sizə işləyək. Özünüzü təqdim edin zəhmət olmasa. Hər kəsə salam. Aleyküm salam. Mən Vüqar Əhmədov, Saf Farma şirkətinin satış direktoruyam. Sualım Orxan bəyə olacaq. Çox gözəl mövzudan danışdıq. Orxan bəy, bu hekayələrin belə bir tövsiyə olunan tipləri varmı ki, məsəl üçün məhsul satarkən bu tip hekayələr danışsaq məsləhətlidir. Xidmət satarkən isə digər tip. Belə bir hansısa bir tiplər varmı ki, daha uğurludur həmin hekayələri o tip bölgülərdə istifadə eləmək? Təşəkkür sualınız üçün. Mənim cavabım burada məhsul, ticarətdir, xidmətdir və s. bu kimi bölgəyə bölməzdiyim, amma hekayət taktikalarında qeyd elədim bir slaydın birindəki fərdiləşdirmək. Qarşınızdakı auditoriyanın real problemlərini, istəklərini, ehtiyaclarını müəyyən edib, ona uyğun hekayəni formalaşdırmaq. Sırf məhsula uyğun ayrı hekayə, xidmətə uyğun ayrı hekayə deyil. Sırf həmin qarşınızda olan insanın fərdiləşdirməklə onun probleminə uyğun olan hekayədən danışmaq uyğundur. Təbii ki, onu fərdiləşdirməsəz, effektivliyi aşağı olacaq. Yəni, həmin duruma bağlı sentimental və yaxud da pozitiv hekayəni həmin vaxt seçirik də, yoxsa əvvəlcədən hazırlayıb gedirik? Yox, elə həmin vaxt. Çünki söhbət hər dəqiqə dəyişir, mövzu hər dəqiqə dəyişir. Mövzunun üstünə gəlməlidir. Təşəkkür edirəm Orxan bəy, sağ olun. İcazə versiniz Vüqar müəllim, bir dənə Orxan müəllimin sözünə qüvvət. Bizə o xidmət və məhsul dediniz. Bəzən xidmət, məhsul satışında məhsul özü danışır. Yəni deyirəm ki, bu qələmdir, götürürsüz və qələmin real istifadə. Amma xidmətdə proses sonda olur deyənə nəticə daha çox vədlər satır. Məsələn, siz hər hansı sat ustasına gedəndə oturursunuz və sizin nə nəticə gözləyir bilmirsiniz. Sadəcə sizə bir hekayə danışırlar ki, filan kəsin əl işi əladır, çox səliqəlidir, çox danışıb başını xarab eləmir, əla ustadır. Bu hekayələrə inanıb gedib oturursan ki, saçımı düzəlt və nəticə sonda olacaq. Məhsulda isə daha öncədən satışdan əvvəl görürsən, toxunursan, hiss edirsən və yəni hekayə ondan sonra formalaşır. Xidmətdə isə hekayə daha öncə formalaşır. Bu masada bir dənə təşəkkür. Bu masada bir dənə xanım, ağ paltarlı xanım. Salamlayıram hər kəsi. Mən İlahə Abidova Əliyeva, ABB Pərakəndə Məhsulların Satışına Dəstək Şöbəsi. Sualım Orxan Cəlalova olacaq. Siz əslində hekayənin texnikalarından bizə danışdınız. Lakin çox maraqlı olardı ki, özünüzün hansısa bir yadda qalan təsirli bir hekayənizi bizimlə bölüşərdiniz. Siz işdə bir-birinizi görmürsünüz? Ayrı-ayrı departamentlərik. Tamam. Təşəkkürlər İlahə xanım. Sonuncu öz işimlə bağlı hekayə ilə bölüşmək istərdim. Bu yaxınlarda deməli biz ABB-yə təzə işlə başlayanda bir telefon zəngi oldu mənə. Mən əvvəl başqa banklarda, başqa strukturlarda, müəssisələrdə işləmişəm. Və mənə zəng eləyən müştəri mənə tanıyır, amma mənim iş yerimi, müəssisəmi dəyişdiyimdən xəbərdar deyil. Və telefon danışında salam Orxan müəllim necəsiz və s. və birbaşa müraciətə keçir və müraciət keçdikdən sonra başlayır ABB-nin hansısa bir funksiyaları, xüsusiyyətləri, xidmətləri barədə bölüşməyə ki, orada hər şey belədir və s. Amma sizdə bu nəsə belə çatışmır, buna düzəliş vermək və s. Amma xəbəri yoxdur ki, mən artıq ABB-nin özündəyəm. Və mən sadəcə qulaq asıram 2 dəqiqə, 3 dəqiqə və sonunda bildirirəm ki, siz elə düzgün yerə zəng eləmişsiniz, mən artıq ABB-dəyəm və bu şərtlərə görə, xüsusiyyətlərə görə, bu xidmət səviyyəsinə görə və s. Bu özü də bir yadında qalan bir hekayə formalaşdırmış oldu ki, bunu da müəyyən müştərilər də həqiqətən etiraf edib istifadə etmişəm bu hekayəni. Təşəkkür edirik, çox sağ olun. Buyurun, masaya Orxan bəyə verin. Salamlayıram hər kəsi. Xoş, faydalı bir forum olsun. Orxan Hüseynli, Dövlət Qurumunda müşavirəm. Mənim sualım adaşımadır, Orxan bəyədir. Orxan bəy, mən burada. Yəni, hekayə danışmaq
daha təsirli, belə deyim də, maraq oyadan bir çıxış oldu. Təşəkkür edirəm. Müəyyən mən də məsələləri götürdüm özüm üçün. Mənə maraqlıdır ki, satışda adətən qarşı tərəfin icraat tərəfindən görüşürsən, amma bir də arxada qərar verən tərəf var. Hekayəni kimə danışmaq lazımdır? Çünki icraat tərəf rasional qərar verir. Qərar verici tərəf emosional qərar verir, çünki onun həyatına daha çox yansıyacaq o. Siz burada necə addım atırsınız, yəni əslində? Hekayəni kimə danışırsınız? İcraata danışmaq biraz boşaltılmış güllə kimi olmazmı sizdə? Təşəkkür. Təşəkkürlər sualınız üçün. Təəssüf ki, biz hər zaman o istədiyimiz o son nöqtəyə rahat çata bilmirik. Ona çatmaq üçün müəyyən bir mərhələləri keçirik və bu mərhələlərdə biz bildiyimiz hekayələr hansı ki, effektiv olacaq, onu sıxıb saxlayaq ki, biz nə vaxtsa onu rəhbərlə görüşəcəyik, o da sual altındadır. Yox, yəni bizim yəni o aşağı strukturlarda işləyənlər üçün də, yuxarı üçün də müvafiq hekayələrimiz var. Ola bilər ki, bu hekayələr eyni olsun hər ikisi üçün. Yəni situasiyadan asılı bir şeydir. Amma aşağı üçün siz deyən var ki, hekayəmiz əbəs gedər. Yox, biz satıcılar həmişə iddialıyıq və əminik ki, nəyəsə danışmamız heç vaxt əbəs olmayacaq. Nə zamansa onun nəticəsini görəcəyik. Biz yəni istənilən görüşdüyümüz şəxsdə bu hekayədən zamanı düşürsə, yeri düşürsə istifadə edirik. Yəni gözləmirik yuxarı. Təşəkkür. İcazə verin, iki dənə Orxanın arasına girim, bir dənə əlavə eləyim. O fikrinizlə bir mənalı qarşılanmır ki, o birinci görüşdüyümüz adam, icraedici adam mütləq rasional qərar verir, arxadakı oturan emosional qərar verir. Düşünürəm ki, satışın ümumi prosesində emosional tərəf çox güclü olur və insanı xoşbəxt edən bütün qərarlar ancaq emosional qərarlardır. Heç bir insan ağlı ilə qərar verdiyi məsələlərdən, yəni belə xoşbəxt olmur da. Şərti olaraq bayaq telefondan danışdı ki, yeni telefon almaq istəyirəm və ya da gedim özümə təzə bir köynək alım. Bu emosional hissdir ki, gedim köynəyimi təzəliyim. Bu iki tərəf var, bu gecə, gündüz, isti, soyuq. Bu emosional, rasionalda həmişə bir-birinə əksdir. Və mütləq emosional tərəf baş qaldıran kimi rasional oradan qalxır ki, bir dənə gözlə, sənə lazımdır telefon dəyişmək. Nəyə ehtiyacı var? O qədər borcum var, o qədər kreditim var, köynək varındır da mübarizə aparır. Bu prosesdə satıcının peşəkarlığı ondadır ki, onda olmalıdır ki, əgər görürsə ki, müştərinin emosional tərəfi daha ağır basır, o rasional tərəfə güc verməlidir ki, müəllim, bəlkə tələsməyəsiniz, yenə də düşünün, qərarlaşdırın, fikrinizi bizə bildirəsiniz. Fikir versin, rasional tərəfi gücləndirir deyənə, bu baxır ki, emosional tərəf boşdur, keçir o tərəfə, deyir ki, əşi, bir də kim deyə, baxıqla, eləcinə, bir dəfə gəlirik də həyata, ver getsin, heç nə olmaz. Amma bu tərəfdən versə ki, emosional tərəfə güc versə ki, əşi, al da, kimdən nə istəyirsən, al işlət, sən də belə elə, sən də risovkalanarsan, belə telefon, o rasional tərəfə keçir ki, əşi, o deyil, digər məhz telefon da o işi görür də, rasional tərəfə güc verir. Ona görə o prosesə görə, belə damara baxıb qan almaq tərəfində görürsən ki, adamın daha çox məntiqi tərəfdən güc verir, həm də ona məntiq versin ki, emosional tərəf boşluğunu hiss edib qaçsın o tərəfə, oradan qərar versin. Belə düşünürəm. Təşəkkür. Sərvan müəllim, çox üzr istəyirəm. Bir dənə xırda əlavə eləyəcəm. Orxan bəy, çox gözəl sualdır. Amma təcrübə onu göstərir ki, biz həmişə qərar verən şəxslə görüşə bilmirik. Bəzən o görüş biraz gec baş tutur və yaxud zaman alır və bugünkü gün elə ilk görüşdə və qərar verməyən şəxsə belə biz özümüzü, məhsulumuzu elə satmalıyıq ki, bəzən onlar bizi qərar verən şəxsin yanında bizi təmsil edirlər. Və biz artıq o görüşə gələndə onlar o qədər mükəmməl təqdimat edirlər ki, artıq satışın 85-90% bəlkə də baş tutur. Ona görə o adamı da ələ almaq mütləqdir. Çünki o bizim orada nümayəndəmizdir. O bizə insight verir həmin şirkətdə. Təşəkkür. Növbəti sualımızı alaq. Buyurun. Salam. Vüqar Məcidov, Arazinet şirkətini təmsil edirəm. Əslində, mənim sualım ümumidir, amma dedilər ki, seçim eləmək Xaqani müəllimə yönləndirirəm mümkünsə bu sualı. Biraz qəribə də görünsə sualım, ümumiyyətlə bu forumlar, bu dərslər deyə, yəni belə onun üçündür ki, müştəri sayını artırmaq, satışı artırmaq üçündür. Amma bir problem də var ki, müştərinin çoxluğu problemi. Yəni mən özüm uzun müddət satın alma sistemində işlədiyimə görə satın aldığım üçün, misal üçün deyirəm ki, Avropaya vurulan bir palet mal üçün və yaxud yarı palet mal üçün
Avropaya vurulan zənglə MDB ölkələrinə vurulan zəngin fərqini bilirəm. Yəni onlar necə münasibət göstərirlər və ya ümumiləşdirmirəm. Yəni ümumi deyirəm ki, belə bir zarafat da var ki, deyir Avropaya yarı butulka içsin, bir butulka yox, yarısını da istəsən sənə başa salarlar ki, bir butulka almalısan və yaxud nə. Ümumiyyətlə istəyirdim sizin fikrinizi bilim ki, az mal istəyən insanlarla, müştərilərlə iş necə qurulmalıdır? Misal üçün, günə sən 1000 ayaqqabı sata bilirsənsə, rahat, bir ayaqqabı üçün zəng vuran adamla münasibət necə qurulmalıdır? Təşəkkür ederim. Təşəkkür, sağ olun. Buyurun Xəqan bəy. Çox sağ olun sualınıza görə. Ümumiyyətlə, siz dediyiniz məqam hər bir halda eksperimentlər aparmaq lazımdır. Və bu eksperimentlər də yəqin ki, müddətə bağlı olur. 1 il, 2 il, 3 il. Və bu müddət ərzində də siz özünüz üçün müəyyən ölçü götürməlisiniz ki, mən bu retail-la işləməliyəm, yoxsa yox. Amma yəni, məncə ilkin vaxtlarda, ilkin dövrlərdə müştəriyə yox cavab vermək düzgün deyil. Çünki bir ayaqqabı istəyən həmin müştəri müəyyən müddətdən sonra birdən gördünüz ki, nə bilim, 1000 cüt, 2000 cüt və 10.000 cüt. Çünki təcrübədə belə bir şey olubdur. Bizdə 18 manat sığorta haqqı olan 1 il, 2 il birdən-birə elə bir proyekt götürür, olur, nə bilim, 180.000 manatlıq illik sığorta haqqı olan bir müştəri. Odur ki, müxtəlif variantlarda eksperimentlər mütləq şəkildə aparmaq lazımdır. Əgər sizin resursunuz ona imkan verirsə. Çox sağ olun sualınıza görə. Buyurun, masa. Salamlayıram hər kəsi. Adım Elvin Əkbərovdur. Sualım Sərvan bəyədir. Bəyə özünüz dediniz ki, öz həyat hekayəsi danışdınız. O yöndə bir sualım vardı ki, bizim müştərilərdə yerli istehsalla bağlı böyük bir problem var. Biz eyni keyfiyyətdə Türkiyə ilə müqayisədə mən geyim istehsal eləyirəm deyə deyirəm. Türkiyə ilə eyni keyfiyyətdə bir məhsul istehsal eləsək də, qiymətimiz onlardan qat-qat aşağı olsa da, müştəri iminli made in Türkiyə olan məhsula meyilli olur. Bu zaman biz nə etməliyik? Əla, mükəmməl. Mən həmişə ümumiyyətlə tənqidi yanaşsam, məsələyə birinci öz tərəfimdən yanaşıram. Bütün həyatım boyda benim. Bir dənə dostum var idi, misal üçün, mənə gəl hər dəfə şikayət edir ki, iş yoldaşlarım yığışırlar, gedirlər filan yerə, mənə aparmırlar. Dedim ki, yaxşı oğlan deyilsən də, yəni yaxşı oğlan olsaydın, aparardılar səni. Məsələ bundadır ki, burada da problem, mən düşünürəm ki, bizdədir. Yəni, problem bizdədir ki, biz Türkiyə keyfiyyətində, Türkiyə kimi markalaşa bilmirik, Türkiyə kimi marketinqimizi edə bilmədiyimizə görə haqlı olaraq müştəri də məni yox, onu seçir. Çünki onlar kifayət qədər güclüdürlər, onların marketinqi güclüdür, onların keyfiyyəti güclüdür və s. məsələlərdə udzuruq. Burada yeganə məsələ inisiativi ələ alıb, şəxsi gücünüzdən istifadə edib və taleyinizlə barışıb ki, mənim bazarım budur. Mən heç vaxt o böyük hegemonların payından gəlib onlara keçə bilmərəm. Amma bunun üçün cəhd eləyə bilərəm. Çalışa bilərəm. Mütləq ki, onların getdiyi yolu, uğurlu tarixçəni özümüzə tətbiq edib, yaxşı marketinqimizi qurub, keyfiyyətimizi artırıb və sözümüzlə əməlimizi üst-üstə salanda ilahi ədalət deyilən bir şey var. Mütləq çiçaq dönüb, dolaşıb, sizin də söhbətiniz hansısa masalarda gedəcək ki, siz orada olmayacaqsınız ki, filan kəs bir yerli şirkət var, tekstil firmasıdır. Həqiqətən də adamlar işinin haqqını verirlər. Almışam, görmüşəm. Bunu eləməsi üçün sizə səbir lazımdır, iradə lazımdır, vaxt lazımdır, davamiyyət lazımdır və barışmaq lazımdır. Gücünüzlə, xərcinizlə barışmalısınız. Adamlar milyard xərcləyir. Mən 500 manat Instagramda reklam qoyuram, istəyirəm ki, hamı məni tanısın. Elə şey heç vaxt olmayacaq. Biraz acı da olsa belədir təəssüf ki. Təşəkkür. Son 3 sualı da alaq, yekunlaşdıraq. Buyurun, o masada bir müəllim var, eynəkli. Baxın, Aysa. Salam. Aleyküm. Pərviz Qurbanlı, BTL Industries adlı şirkətinin satış və servis meneceri. Mənim sualım Xəqani müəllimədir. Xəqani müəllim, bu satışda uğur üçün ölçülər vardır və bu ölçülər misal üçün nələrdir mənə görə? Bu satış həcmidir, məsələn, müştəri məmnuniyyətidir və təkrar satışdır. Və sizin üçün satışda uğur üçün, belə deyək, ən vacib ölçü nədir? Zəhmət olmasa cavablandırarız. Çox sağ olun sualına görə. Düşünürəm ki, 3 həmkarlım da yəqin ki, buna qoşula bilər, bölüşə bilər daha doğrusu öz təcrübəsi ilə. Təbii ki,
hər bir satıcı və satış rəhbəri üçün ilk növbədə rol oynayan nəticədir. Yəni, bütün proseslər qurulur nə üçün? Bu, hansısa nəticəni əldə etməkdən ötürü. Daha sonra, yəqin ki, komandadır, komandanın olmasıdır. Bir də ki, məqsəd. Yəni, hansı məqsədə çatmalısansa, onun üzərindən rüyaların qurulmağıdır və ona gelib çatmaqdır. Sözü verirəm, yəqin ki, digər mənim həmkarlarıma. Əslində, belə bir böyük əlavəm yoxdur, amma təcrübəmdən bir şey danışacağım. Burada deyəsən, bizim bir Türkiyədən də həmkarımız olmalıdır, amma çıxıb deyəsən. O zamanlar, illər öncə mən beynəlxalq şirkətdə işləyirdim. Bizim line director deyirlər, yəni bizim rəhbərimiz Qafqaz ofisi olduğu üçün Gürcüstandaydı və o zamanlar çətin devirlər deyən heç vaxt Azərbaycandan təyin eləmirdilər Qafqaz ofislərinə və adətən bu xarici vətəndaşda olurdu, amma bir Ukraynadan bir yoldaş təyin olunmuşdu və biz annual meeting keçirdirik, yəni illik toplantımız və inandırım sizə ki, həmkarlarım dərdən qabıqdan çıxıblar. Yəni 15 dənə 15 slayd təqdimat, 20 slayd təqdimat, 25 slayd təqdimat edən var idi. Və sonuçda bir həmkarımız təqdimat elədi. 3 slaydı var idi, amma çox mükəmməl rəqəmi var idi. Həmin direktor çöndü ki, yoldaşlar, özünüzü yorursunuz, bir saatdır danışırsınız ki, mən bunu elədim, mən onu elədim, mən filan şey elədim, amma sonuçda rəqəmimiz o deyil. Yəni, adam danışmasa da, mən rəqəmlərinə baxıram, mən bəs eləyir ki, bu həqiqətən də böyük bir iş görüb. Ona görə bəzən satıcıların gördüyü iş görsənmir, amma nəticə heç cür gizlətmək mümkün deyil. Yəni, nəticəni istənilən halda görürlər və o göz qamaşdırır, əgər yaxşıdırsa. Bir də ki, bu bütün şirkətlərdə yağın ki var, rəqəm əla olanda satıcının axtaran yoxdur. O da oradan elədir, dostlar. Rəqəm bir balaca düşən kimi hamı sizi başlayır axtarmağa, zəng gəlir ki, haradasınız, gəlin görək, niyə rəqəmlər belədir. Təşəkkür edirəm, düşünürəm, cavab verə bildim. Bəli. Son. Mənə sual vermədilər deyən, mən hamıya biraz əlavə elədim də, biraz da mən danışım. 23-cü masada xanıma verin zəhmət olmasa. Hər kəsi salamlayıram. Adım Sahilə Göyüşova, mebel sahəsində çalışıram. Adınız necə oldu, üzr istəyirəm? Sahilə Göyüşova. Sahilə xanım. Öncəliklə bir şey demək istəyirəm. Bu yaxınlarda IKEA belə bir şey eləyib. Kanadada gecə saat 10-dan səhər saat 5-ə qədər oyaq olanlara belə bir mesaj göndərib Instagram üzərindən. Oyaqsan və geri dönüş eləyənlərə yataq dəstlərində 15% endirim eləyib. Yəni, bu maraqlı bir yanaşmadır. Mən sualımı Xəqani bəyə ünvanlayıram. Yəni, necə eləyə bilərik ki, biz necə yanaşa bilərik ki, əslində müştərinin buna ehtiyacı olmadığını düşünür müştəri, amma biz həmin məhsulun əslində müştərinin ona ehtiyacı var. Bu, belə deyək də, algını müştəridə necə yarada bilərik? Siz çünki sığorta satırsınız. Əslində, mən heç vaxt sığortaya ehtiyacım olduğunu düşünmürəm. Amma sizin hər hansısa bir operatorunuz mənə zəng eləyib ki, bəs həyatında bu ola bilər, bu ola bilər. Belə sığortalatdırsan daha yaxşı olar. Yəni, bu ehtiyacı olduğunu necə yarada bilərik? Hansı yanaşma tərcihini? Demək istəyir ki, yəni xəstəxanada olanda ki, sağalımısan, xəstəsən, tüplü sığortaya ehtiyacın var, elə də yəni yıxıldın. Çox sağ olunuz üçün, əslində sığorta sahəsində bir çox sahələrdə olduğu kimi müəyyən bir çox instrumentlər də var. Yəni, adi sən sığorta istəyirsən deməklə təbii ki, bir çox adam lazımdır deyəcək. Amma desəm ki, üzr istəyirəm adınızı xanım. Sahilə xanım. Sahilə xanım. Sahilə xanım, siz istəyərdinizmi, nə bilim, öz vergi tutan Dövlət Sosial Müdafiə Fondu ayırmalarından, bir də vergi ayırmalarından sizin xeyrinizə işləsin. Və nəticə etibarı olaraq 3 ildən sonra 100.000 manata yaxın pul yığasınız. Bankdan da çox qazanacaqsınız. Təminatı olacaq, belə də olacaq, filan şey olacaq. Maraqlı gəlir sizə.
Bəli. Ay son. Onda foyədə danışarıq bu haqda. Mən sizə onun digər tərəflərini danışım. Yəni bu tələbatı yəqin ki, hər hansı bir şirkət kreativlikdənmi, nə bilim, məhsulun unikallığındanmı? Əslində siz özünüz də onu yarada bilərsiniz. İkiyə, nə bilim, o demək deyil ki, siz düzdür, bu günləri Azərbaycan siz saat 12-də yazsanız ki, nə edirsən, yoxsa oyaqsan, sizə sərt cavablar gələ bilər. Bunu daha digər bir formatda eləyə bilərsiniz. Nə bilim, hansısa, mən bu günlərlə boynumla və bu günlər bir çox adam boyun və bel ağrıları var. Məsəl üçün, o yanaşmayla siz hansısa, nə bilim, matras və yaxud hansısa bir ehtiyacı ortaya qabardıb, ondan sonra o həmin gələn matrasın həm 50%, 20%, 30% endirimdən satışını təşkil edə bilərsiniz. Amma hansısa problemi və yaxud unikallığı qabardmaqla. Çox sağ olun. Teşekkür ederim. Bu masaya verək, sonra o bir də o son 3 sual. Teşekkür ederim. Herkese merhabalar. İsmim Oğuz. Uzun yıllardır satış sektöründeyim. Birazdan tanışacağız zaten. Ben Rıfat Bey'e soruyu yöneltmek istiyorum. Aslında sabahtan bu yana herkes konuşuyor ve bu salondaki herkes profesyonel satıcı anladığım kadarıyla. Lakin hep biz sonuca odaklı konuşuyoruz. Yani bütün konuşmacılar da aynı şeyi hedefledi. Siz de dahil. Dedik ki biz satmalıyız. Peki benim sorum Rıfat Bey'e. Satış müşteriye ulaşıp parayı aldığımız ya da sözleşmeyi yaptığımız anda biter mi? Yoksa devamında başka bir şey yapmak lazım mı? Teşekkür ederim. Təşəkkür edirəm suala görə. Əslində çox gözəl sualdır. Düzdür, burada vacib məqam odur ki, hər şey asılıdır siz hansı sahədə işləyirsiniz. Amma istənilən halda mən 24 ilə yaxındır satışdayam. İstənilən sahədə, düzdür, beynəlxalq terminlərdən istifadə edəcəm, yəni ki, satıcılar hamısı mənə başa düşəcək. İstənilən sahədə cross-sell, up-sell imkanı satıcı üçün həmişə var. Bu bir tərəfi. Digər tərəfi, bayaq bir sual da oldu ki, ayaqqabı filan satışı ilə bağlı. İstənilən satış edən şirkət daimi arzusudur ki, portfolyonu genişləndirsin. Yəni, fərqi yoxdur bu nə satır. Artıq gəlir əldə etdikcə anlayır ki, portfolyo böyütməlidir. Çünki portfolyo böyüdükcə həm də müştəri sizə bağlanır və bu çox vacib bir məqamdır. Mən belə başa düşdüm, Türkiyədən qonağımızsınız, xoş gəlmişsiniz. Mən sizə bir xırda təcrübə deyim. Keçən il Turkcell'də Experience Exchange-ə getmişdik. Həmkarlarla görüşürdüm. Turkcell'in müştərilərə bax, bu boyda bir oferi var. Halbuki bu telekom operatorudur. Bu boyda bir təklifi var və orada bir satış direktoru ilə söhbət eləyəndə deyir, mən bir dənə görüşə girdim. Telekom operatoru qapını döyüb girib içəri. Deyir, bizim şirkətdə nə var idi, hamısını satdım. Nömrə yadımdan çıxdı, deyir, çıxanda müştəri mənə dedi ki, bəs nömrə verəcəksiniz, ya yox. Yəni, dediyim odur ki, portfolyo vacib şeydir və biz daimi, mən nəyə görə bayaq vurğuladım ki, ikinci CRM alətdən danışanda müştərini daimi fokusda saxlamalıyıq. Daimi, çünki o müştəri artıq bizim müştəri olduqdan başqa, o bizim gələcəkdə biznesimizi, gəlirliyimizi artırmaq üçün biz fokusda saxlamalıyıq onu. Oğuz bəy, təşəkkür edirik bizə diqqətlə qulaq asdığınıza görə. Dəvətimizlə qəbul edirəm. Bir dənə qısa bir şey deyim sizə. Bizdə də təlimlərdə belə göstəririk ki, müştərilər 5 dənə statusda olurlar. Birinci status potensial müştəridir. Yəni, bizim məhsula ehtiyacı var, amma hələn bizdən heç nə almayıb. Gedirik, cəhd edirik, alış-veriş prosesi baş verir, o keçir ikinci statusa. Olur müştəri, artıq elektron qayım faktura kəsilir, ödəniş edir. Burada iş başlayır, bitmir. Üçüncü mərhələdə keçir, olur razı müştəri. Yəni, sizdən, yəni xidmətdən, məhsuldan və qiymətdən, 3 şeydən razı qalırsa, növbəti dəfə ona həmin şey lazım olanda yenidən bizə müraciət edir və keçir 4-cü statusa. Olur daimi müştəri. Buna loyal müştəri deyə bilərsiniz, sadiq müştəri deyə bilərsiniz. Amma bununla da iş bitmir. 5-incisi də var. Bunlar həcələrdir, bunlar seyidlərdir, bunlar çox müqəddəs insandır. Bunlar aktiv müştərilərdir. Bunlar artıq bizdən o qədər razıdırlar ki, bizi orada-burada tövsiyə edirlər, danışırlar. Yəni, biz prosesi potensial müştəridən başlayıb aktiv müştəriyə qədər gətiririk. Bu da qısa bir trening olsun. Tamam, bir dənə o xanıma, bir də o arxadakı masaya zəhmət olmasa sual yönləndirək, yekunlaşdıraq.
Salam, Atəşkəl Sığorta Şirkəti Kiçik Bizneslə İş Şöbəsinin rəhbəri Xəqani Yaman müəllim sual Atayev. versə qəbul etməyəcək. Bütün spikerlərə dəstəkli suallar. Bildiyimiz kimi hal-hazırda gənclərdə, yəni iş tapmayanda fikirləşirlər ki, mən satış edə bilərəm və mən satıcı ola bilərəm. Çünki kənardan doğrudan da çox asan görünür. Halbuki satış ən çətin, belə deyim də, professiyalardan biridir deyə düşünürəm. Hər üç spikerə sualım odur ki, hansı bir tarixçə necə oldu başladı bu uğur hekayəsi ki, mən bəli bunu satdımsa deməli hər şeyi sata bilərəm. Satış mənlikdir. Yəni bunu dediyiniz uğur hekayəsi hardan başladı? Sən seçək bir dənəsi desin. Satış O adamı. zaman olsun Orxan bəy. Orxan bəy, buyurun. Necə oldu başladı satışın? Necə oldu başladıq? Məktəb vaxtlarından bu mənə aydın oldu. Əslində həyat məni belə gətirdi. Mən 4 məktəb, 6 sinif dəyişmişəm 11-ci sinifə qədər. Yəni bir arada 400-ə yaxın sinif yoldaşım var. Yəni bu nə ilə bağlı idi? Mən tez-tez mənim anam müəllimi idi, məktəbi dəyişirdi, sinifləri və baxırdı ki, harda ən yaxşı müəllimlər dərs keçir və yaxud da direktor və s. Ona uyğun mənim sinifimi dəyişirdi ki, mənim oğlum ən yaxşı təhsil alsın və s. Və mən hər dəfə hər sinifə gedəndə təbii ki, 30 yeni nəfərlə tanış olurdum. Zaman-zaman birinci, ikinci dəfə mənim üçün bir həyəcan idi, amma sonraki dövrlərdə elə mən rahat, müəyyən eləmişdim ki, növbəti ildə mən 30 dənə təzə başqa sinif yoldaşının arasında olacam və s. Yəni bu ünsiyyət qurma bacarığı məndə formalaşandan sonra əsas satışın özəl mənbəyi mən düşünürəm ki, budur. Ünsiyyətə rahat girə bilirəmsə, kommunikasiya açığamsa, səmimiyyətimi sübut eləyə bilirəmsə, satış artıq belə həll olmuş məsələdir. Yəni tez-tez sinif dəyişən, məktəb dəyişən uşaqlar satıcı olurlar. Yəni daimi bir sinifdə oxuyanlar satıcı olmur. Təşəkkürlər. Təşəkkür edirəm. Əslində bir yerə gedirsinizsə və həmən insanlar sizi ikinci dəfə çağırırlarsa, deməli siz satıcı ola bilərsiniz. Okey, o məsələdə deyə bitirək. Buyurun. Salam əleykum, mən də hər kəs salamlayıram. Adım Aqil Eyübovdur. Borusan Kat şirkətinin satış mühəndisiyəm, belə deyək. Əslində mənim verəcəyim sualı qismən verdilər. İsmət Paşanın bir sözü var idi, bizdən olanlara bir şey verməsək, niyə bizdən olmağa davam eləsinlər? Bu after sales ilə bağlı bir şeydir. Bir də Rüfət bəyə qısa bir sual vermək istəyirəm. Nəticə etibarilə burada hamı satıcıdır, yəni bir çoxumuz satışçıdır. Yəni satış, bir şeyi satmaq əslində dəyər satmaq olaraq, yəni qarşımızdakı müştəriyə bir çözüm sunmaq olaraq biz baxmalıyıq ki, məncə uğurlu satış olsun. Amma burada da iki prinsip var. Qlobal satış strategiyaları, bir də bazara uyğun lokal satış strategiyaları var. Mən məsələn, maraqlıdır ki, bəzən o qlobal satış strategiyaları ilə müştəriyə gedəndə görürük ki, yəni o uğurlu nəticə əldə edə bilmirik də. Amma bizim də hər bir şirkətin deyək ki, bir prosedurası var. Bəli, bir prosedur var. Tamam. Biz orada siz nə məsləhət görə bilərsiniz? Lazımı gəldikdə manevr eləyib, lokal satışda olan müştərinin nabza görə şərbət dediyimiz bir strategiya ilə davam eləyəkmi, yoxsa bizim o amalımız olan, bizim o strategiyamızı, mentalitetimizi qoruyub saxlayalım? Çox super bir sualdır və mən əminəm ki, Sərvan müəllim çox rahatdır ki, mən bu sualın cavabını arxayınçılıqla verəcəm. Çünki Sərvan müəllimlə dünən biz bu mövzunu nə bilim, hər tərəfinə toxunmuşuq da, müzakirə etmişik. Əslində, bu mövzunu biz nədən açdıq? Mən Sərvan müəllimə dedim ki, çox gözəl bir şeydir ki, çox şadam ki, Azərbaycan bazarında artıq yerli trenerlardan yerli trenerlara müraciət eləyirlər. Çox şirkətlər illər boyu Azad müəllimlə də bu müzakirə eləmişik. Beynəlxalq mütəxəssislər gətiriblər, hansılar ki, gəlib bizə 96-cı ildə Sony etdiyi haqda danışır və yaxud 1900 nə bilim 32-ci ildə Toyota filan şeylədi, Ford nə bilim 38-ci ildə filan şeylədi. Amma bu insanlar bizim bazarı bilmirlər, bizim mental dəyərləri bilmirlər. Ona görə də bütün danışdıqları sırf öz bazarlarına aid olandır. Amma Azərbaycan bazarının həqiqətən də tam fərqli yanaşması var. Mental dəyərlər var. İnsanlar bəzən kostlara yox, xərclərə yox, bəzən insanlar bir-birinin bağlılığının belə dəyərində
korporativ əməkdaşlıq eləyirlər və yaxud ümumən əməkdaşlıq eləyirlər. Ona görə mən sizə də tövsiyə eləyərdim. Ümumiyyətlə, hər bir əyləşən burada həmkarıma tövsiyə eləyərdim ki, həmişə çevik olun. İstənilən şey dəyişmək olar, istənilən baxışı dəyişmək olar və yenidən getmək olar. Yəni, hər hansısa bir skript və yaxud hər hansısa bir alət, fərqi yoxdur bu, nədən istifadə edirsiniz. Bu sizin üçün konstitusiya olmalı deyil. Ola bilər ki, siz bu şirkətə bugün gəlmişsiniz, 15 il əvvəl kimsə bir prosedur yazıb, mən öz təcrübəmdən deyirəm, mən bu ilə çox şirkətlərdə rastlaşmışam və siz deyəndə ki, bu prosedur bugünə uyğun deyil, sizə cavab verirlər ki, yox, nə danışırsınız? Bunu dəyişmək olmaz. Niyə dəyişmək olmaz? Bunu John 2003-cü ildə yazıb və John kimi buna bilən yoxdur. Yoldaşlar, var, stereotipləri dağıtmaq lazımdır. O John'dan yaxşı bilən Anar var, o John'dan yaxşı bilən Nazim var, bilir və bazarı da tanıyır. Ona görə də çevik olmaq lazımdır, heç nədən çəkinmək lazım deyil. Rusların bir yaxşı sözü var, kto не рискует, тот не пьет шампанского. Yəni, irəli getmək lazımdır, yeniliklər etmək lazımdır. Təşəkkür edirəm. Çox sağ olun. Qaliblərimizi seçəcəyik. Dəyərli spikerlərimiz, hərəniz sual verilənlərdən bir nəfər deyirsiniz. Mən də bir-bir hədiyyələr verəcəm. Birinci hədiyyəmiz Dori qrupdan hədiyyə çantasıdır. Ülfət bəy, elə sizdən başlayaq. Kimə verin? Mən elə hədiyyəni sonuncu suala vermək istəyirəm. Çox gözəl sual idi. Bu dəqiqə yəni aktual bir sual idi. Aqil bəy, zəhmət olmasa gəlin hədiyyənizi götürün səhnədən. Gəlin bura, zəhmət olmasa. Müəllim gələnə qədər, Orxan bəy, siz bir dənə hədiyyə seçiniz, sual verin. Siz yox, müəllim gəlir, siz verərsiniz. Sualımız özümüzə ünvanlanan sual verənlərin seçimləri arasında olmalıdır. Fərqi yoxdur. Hər kəsin. Bizə qonaq buyuran Türk abimiz, qardaşımız bizə bir sual ünvanladı. Satışdan sonraki proses barədə. Bəli. Buyurun Oğuz bəy, növbəti hədiyyəsiz olacaq. Təşəkkürlər Aqil bəy. Çox sağ olun. Siz belə tez-tez sıx-sıx yollarda qaldığınız üçün sizə powerbank lazımdır. Powerbank sizə olsun. Təşəkkür edirəm. Çox sağ olun. Xəqani müəllim, bir nəfər də siz seçin. Mən də Sahilə xanım sualı xoşuma gəldi. 2 ayla bağlıydı. Buyurun Sahilə xanım. Satış adamları tez-tez yollarda olur. Ona görə də sizə 189-dan 30 manatlıq gediş haqqı hədiyyə edirik. Rahat-rahat müştərilərinizi ziyarət edə bilərsiniz. Ortalama 5 manatdan götürsək 6 dəfə gedirsiniz. Təşəkkür. Çox sağ olun. Sonuncunu da mən seçirəm. Mən bir aylıq iBike bu 30 plus paketini Orxan Hüseynliyə verirəm. Niyə görə? Özü bilir nəyə görə. Gəlsin, VSB sürsün. Buyurun Orxan bəy, hədiyyəsindir. VSB qəşəng sualdır. Sağlamlığına fikir verən adamdır. Bəli, gördünüz necə hoppandı səhnəyə. Təşəkkür edirəm. Çox sağ olun. Olar axırda. Fərdə xanım, estafeti sizə verək və biz yekunlaşdıraq. Təşəkkür edirik panelimizi diqqətlə dinlədiyiniz üçün. İnşallah ki, faydalı oldu, maraqlı oldu. Bunun üçün həmkarlar, Sərvan müəllimi də alqışlayaq da, çox mükəmməl moderatordur. O mən idim, bəli. Yəni, bizim yaylıqlarımıza can təşkil elədi bizim üçün. Təşəkkür edirik. Sağ olun. Mən də öz növümdə təşəkkürümü bildirəm həm spikerlərimizə, həmçinin də moderatorumuz Sarvan bəyə və təbii ki, sonda xatirə şəkli mütləqidir. Bugünün tarixə qovuşturaq və bir daha düşünürəm ki, bu spikerlərimizi, paneli və ümumiyyətlə sual-cavab bölümünü necə bəyəndiniz? Bir alqışlarınızı eşidək. Əla. Təşəkkür edirik bir daha.